Baxaq əvəzliyin morfoloji xüsusiyyətlərinə. Deyir ki, hansı cərgədəki əvəzliklər birbaşa hallana bilmirlər. Birbaşa hallana bilmirlər, gərək isimin cəm şəkilçisini və yaxud mənsubiyyət şəkilçisini artırsın, artırma baş versin ki, hallamada baş versin. Birinin burada baş verir. Məsələn, heç kimin birbaşa baş verdi. Özlərini görə ismin cəm və yaxud şəkilçisini falan qəbul edir. Elənin eləmək olur. Elələrinə oldu nə? C variantı. Hansı cümlədə işarə əvəzliyi isimin yerində işlənmişdir? İşarə əvəzliyi isimin. O ağac keçən il əkilmişdir. Hansı ağac? Buradakı işarə əvəzliyi elə sifəti əvəz edib cümlədə təyindir. Bunu diqqətlə oxuyun. Nə edin oxuyun, nəyi, bunu. Buradakı bu işarə əvəzliyi ismi əvəz edib cümlədə tamamlıqdır. Oldu B variantı. Hansı sırada söz birləşməsinin birinci tərəfi, yəni tabi tərəfi əvəzliklə ifadə olmuşdur? Neçə tələbə? Bu sual əvəzliyidir. Oxunmuş kitablar, bu isə fe'li sifətdir və birinci nöqtəyin söz birləşməsidir. Hansı tələbə burada hansı sual əvəzliyidir? Neçə otaq sual əvəzliyidir? Gələn qonaqlar birinci nöqtəyin söz birləşməsinin tabi tərəf, birinci tərəfi fe'li sifətlə ifadə olunmuşdur. Bu kitab əvəzliklə ifadə olunub. Deyilən söz artıq fe'li sifətlə ifadə olundur. Bu kitab hansı kitab? İşarə əvəzliyi. Həmin ev işarə əvəzliyə ifadə olunub, birinci nöqtəyin söz birləşməsidir. Gedilməli yol fe'li sifətlə işlənib, tabi tərəf fe'li sifətlə ifadə olunub və birinci nöqtəyin söz birləşməsidir. Hansı otaq sual əvəzliyidir? Neçə otaq sual əvəzliyidir? Bu işarə əvəzliyi ilə ifadə olunmuş, birinci tərəfi, tabi tərəfi oldu nə? Əvəzinə ifadə olunmuş. 4-də hansı cümlədə işarə əvəzliyi sifətin yerində işlənmişdir? Deməli, hansı cümlədə işarə əvəzliyi sifətin yerində işlənmişdir? Bu söhbətlər ananı darıxdırdı. Hansı söhbətlər sifətə əvəz edib cümlədə təyindir? Oldu nə? Elə A variantı. Sonra 5-də nə deyir? Deyir ki, mən meydan əriyəm, sən də bir kişi, mərdliklə seçilir hər mərdin işi. Nümunədə əvəzlik hansı nitq hissəsini əvəz etmişdir? Mən meydan əriyəm, mən kim? İsmi əvəz elədi, cümlədə mübtədadır. Sən də bir kişi, yenə əvəzlikdir, şəxs əvəzliyi ismi əvəz eləyib. Sonra mərdliklə seçilir hər mərdin işi, hansı mərdin işi? Təyin əvəzlikdir, cümlədə təyin vəzifəsindədir. Oldu nə? İsmi və sifəti əvəz elədi, Y variantı. Sifətin yerində işlənmiş əvəzlik hansı cümlə üzvüdür? Elə sifətin yerində işlənmiş əvəzlik hansı? Səhv oxudum şərtini, üzrü sayın. Sifətin yerində işlənmiş əvəzlik hansı cümlədədir? Sifətin yerində işlənmiş. Elə hamı mən deyəni deyir. Elə hamı mən deyəni deyir. Hamı ismi əvəz eləyib. Qeyri-müəyyən əvəzlikdir. Mən ismi əvəz eləyib. Mənə deyir ki, əvəzlik sifət əvəz eləsin. Elə tələbələr var ki, kitabxanadan çıxmır. Elə hey oxuyur, öyrənir. Elə tələbələr, necə tələbələr? Sifəti əvəz eləmiş, işarə əvəzliyidir. B variantı. Buradakı da elə ədatdır. Sonra kimsə tək başına dünyanı udmaz. Yalqız bir insanın şaxlığı tutmaz. Nizami Gəncəvinin nümunədə əvəzlik hansı nitq hissəsini əvəz etmiş? Kimsə tək başına, kimsə. Qeyri-müəyyən əvəzlik ismi əvəz eləyib. Oldu nə? D variantı. 8-də vətən kimlərindir? Soruşdu oğlum. Nümunəsində altından xətt çəkilmiş sözlə bağlı səhv fikri göstər. Mənsubiyyət şəkilçilidir. Mənsubiyyət deyil burada. İsmin cəm şəkilçisidir. Yəlik hal şəkilçisidir. Çıxışlıq şəxs xəbərli şəkilçisidir. Oldu A variantı. Bu vətən bizimdir cümləsində altından xətt çəkilmiş sözlə bağlı səhv fikri müəyyənləşdirin. İsmi əvəz etmişdir, səhv fikri göstər deyirsə, ismi əvəz etmişdir, bəli, bizimkidir.
kimindir? Şəxs əvəzliyidir. Bəli, şəxs əvəzliyidir. İsmin yərik hal şəkilçisini qəbul edib. Cümlənin xəbəridir. Bu da doğrudur. Dırdır xəbəri şəkilçisini qəbul edib. Sonra mənsubiyyə şəkilçisi qəbul edib. Xeyr, ümumiyyətlə şəxs əvəzləri mənsubiyyə şəkilçisi qəbul etmir. Buradakı imi mənsubiyyə şəkilçisi ilə qarışdırmaq olmaz. Əvvəlki dərslərdə də izahını vermişəm. 9-dadır. 10-cu suala deyir, hansı cərgədə əvəzliklər hallana bilməz? Hamı, hərə hallana bilir. Məsələn, hamının, hamıya, onlar, onların, onlara hallana bilir. Hərə, həmin təyin əvəzliklərdən olan hərə və həmin hallana bilmir. Hansı cərgədə əvəzliklər hallana bilmirlər? Özüm, özü hallana bilir. Özüm, özümün, özümə. Sonra 11-də biri hamı hallana bilir. Heç kim, heç kimin, heç kimə hallana bilir. Hərə və filan hallana bilmir. D variantı. Hansı cümlədə əvəzlik sifəti əvəz etmişdir? Əvəz etmişdir. Mən bunu çoxdan demişdim. Burada mən və bunu ismi əvəz edib. Biri cümlədə tamamlıqdır, biri isə mübtəda. Sonra sifət əvəz edilsin, cümlədə təyin olsun. Bu, hər kəsin yaddaşına həkk olunan hadisə idi. Nə? Bu, işarə əvəz edib, sifəti əvəz edib, ismi əvəz edib, cümlədə mübtədadır. Hər kəsin yaddaşına həkk olunan hadisə, bu əməliyyat çoxdan aparılmalı idi. Hansı əməliyyat? Bu əməliyyat oldu nə? Elə C variantı, çünki sifəti əvəz edib, cümlədə təyindir. Sonra 13-də hansı şəxs əvəzliyi haqqında danışılanı bildirir? Hansı şəxs əvəzliyi haqqında danışılanı bildirir? Üçüncü şəxsin təki və cəmi oldu 3A. Deməli 14-də bu dünyanı mən təcrübə eylədim. Namərd birdir, onda 2 ad olmaz Aşıq Ələsgər. Nümunədəki əvəzliklər ardıcıl olaraq hansı nitq hissəsini əvəz etmişdir? Bu dünyanı mən təcrübə eylədim. Hansı dünyanı sifət əvəz edib? Mən ismi əvəz edib cümlədə mübtədadır. Deməli, ardıcıl olaraq məndən soruşursa, deməli, sifət əvəz edir, ismi əvəz elədi. Sonra, namərd birdir, onda 2 ad olmaz. Təcrübə eylədim, namərd birdir, onda 2 ad olmaz. Onda kimdir? İsmi əvəz elədi. Deməli, sifət əvəz edib, ismi əvəz edib, bir də ismi. Oldu harda C variantı. Zərfi əvəz etmiş, işarə əvəzliyi hansı cümlədə işlənmişdir? Müəllimlər belə bu işi təəccüb etdilər. Burada belə ədat. Elə gündə insana arxa durmaq lazımdır. Hansı gündə sifət əvəz edib təyindir. Belələrini çox görmüşük, ay bala. İsmi əvəz edib cümlədə, mübtəda belələrini kimi tamamlıqdır. Belə işləsək, axşama iş qutarar. Nə tərzdə işləsək, necə işləsək, belə. Ondan da feilin yanında gəlib, zərf funksiyasındadır, yəni zərflik. Həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmiş əvəzliklər hansı cümlədə işlənmişdir? Deməli, özündən soruş desin. Sənin özün, mənsubiyyət, özündən çıxışlı hal. Sonra kimsədən soruşmazdı. Kimsədən burada, bu leksik şəkilçidir, bu isə dandan qrammatik çıxışlar şəkilçisidir. Beləsini qovmaq lazımdır. Onun beləsi mənsubiyyət, beləsini təsiriyel şəkilçisi oldu. 1-3A variantı. Sonra qeyri-müəyyən əvəzliklərdən biri bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi qəbul edə bilər. Bütün şəxslər üzrə. Deməli, burada hər biri, bir neçəsi, sonra kimsə, hamı. Bunlar natamam mənsubiyyətə görə dəyişmə baş verir. Amma hər şey isə bütün şəxslərdə mənsubiyyət şəkilçisi olur. Mənim hər şeyim, sənin hər şeyin, onun hər şeyi, bizim hər şeyimiz, sizin hər şeyiniz, onların hər şeyləri. Amma hamını mən eləyə bilmərəm. Məsələn, mənim hamım deyə bilmərəm. Amma bizim hamımız, sizin hamınız, onların hamısı, digərlərində həmçinin. Sonra 18-də o qansız cəllada bunlar gərəkdir. Onun yalanları axdı hər yerə. Nümunədə əvəzlər hansı nitq hissəsini əvəz etmişdir? O qansız cəllada bunlar gərəkdir. Hansı qansız cəllada? Bu sifət əvəz eləyib. Cəllada bunlar gərəkdir. Bunlar gərəkdir. Nə? İsmi əvəz eləyib. Onun yalanları axdı hər yerə.
isim əvəz edib. Onun yalanları, daha doğrusu mənim onu parçalamağa ehtiyacı yoxdur. Çünki 3-cü növ təyin söz birləşməsinin içərisindədir. Mən bunu silim. Sonra axdı hər yerə. Oldu nə? Deməli, burada sifət əvəz elədi, təyin oldu. Burada da isim əvəz elədi, cümlədə mübtəda oldu. Sifət və C variantı. Sonra mən öz biliyi sayəsində böyük ixtiralara imza atan onlarla alim tanıyıram. Cümləsində əvəzliklər hansı hissəsini əvəz eləmişdir? Bax, mən isim əvəz eləyib, öz biliyi ilə, hansı biliyi ilə sifət əvəz eləyib, isim yazaq, sifət sayəsində böyük ixtiralara imza atan onlarla nə qədər alim tanıyıram. İsimlə sifəti. Say nəymiş? Ziyan oldu, isim və sifət. Getdik. Bunu onlarla şey kimi götürmək olmaz. Onlar şəxs əvəzi kimi. Bunun kökü budur. Ondan, onlarla. Larca lərcənin lərlərin köməkliyi ilə yaranmış düzəltmə qeyri-müəyyən əvəzlikdir. Hansı sırada söz birləşməsinin hamısının birinci tərəfi, yəni tabi tərəfi əvəzliklə ifadə olunmuşdur. Həmin ev, bu əvəzlikdir, bu qadın, həmin, bu özgə sifətlə ifadə olunub. Həmin əvəzlikdir, bir neçə əvəzlikdir, filanıncı sıra saydı. Hər sıra əvəzlikdir, bu əvəzlikdir, yazılan feili sifətdir. Bəzən bu sifətdir, daha əvəzlik deyil. Sonra elə məktub, necə məktub, bu fikir, necə fikir, bir də bütün insanlar, hansı insanlar, oldu Y variantı. Cümlələrdəki əvəzliklərin hallarını müvafiq ardıcıllıqla düzün. Hər kəsin əməyini itirmək olmaz. Hər kəsin əməyi 3-cü növ təyini söz birləşməsidir. Biz bilirik ki, 3-cü növ təyini söz birləşməsinin aslı tərəfində yiyəlik hal şəkilçisi olub. Bu yiyəlik. Qohumun kimdir? Ən yaxın qonşum. Bu isimin adlı halındadır. Dumanda heç nə görmək olmur. Heç nəyi görmək olmur. Feilin yanında gəl qeyri-müəyyən təsirlikdədir. Heç nədən qorxmaq lazım deyil. Çıxışlaqdadır. Kitabım kimdədir? Bu da oldu yerlik. İndi yəlik, sonra adlıq, sonra təsirlik, sonra çıxışlıq, sonra yerlik. Oldu nə? D variantı. Cümlədəki əvəzlərin hallarını müvafiq ardıcıllıqla düzün. Heç kəsin zəhməti, bayaqki kimi yəlik, tənbəl kimdir? Adlıq, sonra heç nəyi təsirlik, heç kimdən çıxışlıq, eyni bayaqki təkrarıdır. Elin gücü nədədir? Yerlik hal şəkilçisi. Burada nə olacaq? Deməli, yiyəlik, adlıq, təsirlik və yerlik D variantı. Nümunələrdən birində nə əvəzlikdir? Çünki nə həm də amonim xüsusiyyətə daşıyır, ədad olaraq qüvvətlendirici ədad. Həm də sual əvəzliyi olur. Gəldik, deyir ki, indi nə gəzməli havadır? Nə gəzməli havadır ədad? Sonra, ana bu işə sən nə deyirsən? Sual əvəzliyi, hətta cümlənin sonra sual işarəsi, belə bir variantı. Bu nə gözəl haldır, baladır, qüvvətlendirici ədad. Orxan nə yatır, nə də dincəlir. Çünki bağlayıcı ilə ədad, qohum amonimliyi var, buradakı bağlayıcıdır. Nə gözəl yaraşır Muğana Ceyran, bu da ədaddır. Oldu B variantı. Elə əvəzliyi hansı cümlədə sifəti əvəz etmişdir? Elə ol ki, nə tərzdə, burada zərfin, feilin yanında gəldiyinə görə zərfdir. Bizə elə sürücü lazımdır, necə sürücü lazımdır, elə sürücü lazımdır. Oldu nə 24-də, elə B variantı. 25-də hansı cümlədə altından xətt çəkilmiş söz həm əvəzlik, həm də say kimi düşünmək olar. Bir baxaq görə deyir, onlarla insanı növbəyə yazmışlar. Nə qədər insanı? Burada onlarla insan say. Onlarla adam iftixar hissi keçirir. Nə qədər adam iftixar hissi keçirir onlarla? Bir də deyirəm ki, kimlərlə adam iftixar hissi keçirir? Həm əvəzlik, həm də say kimi. Sual işarəsinin yerinə qoyula biləcək sözü müəyyənləşdir. Quruluşca həm sadə, həm də mürəkkəb olur. Quruluşca sadə və mürəkkəb.
Hansı nitq hissəsinin yerində işlənərsə onun sualına cavab verər. Əvəzli olar da yəqin ki. Əsas nitq hissələrindən biridir. Bir də müstəqil cümlə üzvü olur. Əlbəttə əvəzlik D variantı. Hamı dindi. Hamı dindi, can oldu. Mən dinəndə qan oldu. Nümunəsində əvəzliklərlə bağlı yanlış fikri göstər. Hamı dindi, hamı, mən dinəndə qan oldu. Deməli, hamı qeyri-müəyyən əvəzlik, mən isə şəxs əvəzliyim. Baxaq görə. Deyir ki, eyni məna növüdür. Xeyr, bayaq qeyd etdiyim kimi biri qeyri-müəyyəndir, biri isə şəxsdir. Nümunədəki əvəzliklər haqqında hansı fikir səhvdir? Sən mənim könlümü sındırdın nahaq. Gedəndə özünü sındırmadın heç. Neçə məktubumu yandırdın ancaq, ümid ulduzumu yandırmadın heç. Deməli, əvəzliklə bağlı səhvi göstərir. Bu tipli testləri tapmaq üçün birinci əvəzlikləri seçirsən, sən, mənim könlüm, ikisi bir gedir də ismi birləşmədi. Gedəndə özünü sındırmadın heç, özünü, neçə məktubumu yandırdın, ümid ulduzumu yandırmadın heç. Getdik 28-də. Deyir ki, əvəzliyin mənaca 3 növünə aid nümunə var. Şəxs əvəzliyidir, bu da şəxs əvəzliyidir. Təyin əvəzlikdir, bu da sual əvəzliyidir. Bu doğrudur. Əvəzliyin hamısı ismi əvəz etmişdir. Sən mənim könlümü sındırdın nahaq. Kim? Sən. Özünü sındırmadın, kimi sındırmadın. İsmi əvəz edib cümlədə tamamlıqdır. Neçə məktubumu, nə qədər məktubumu? Burada isə sifəti. Saydı, sayı əvəz edib. Cümlədə təyin funksiyasındadır. Oldu B variantı. Ardıcıl olaraq sifət, isim, sifət, zərf, zərfi əvəz edən əvəzliklərin işləndiyi nümunəni müəyyənləşdir. Ardıcıl olaraq. Bir baxaq görək. Bəşəriyyəti dəyişdirmək istəyirsən. Hər kəs özünü dəyişdirmək, bəşəriyyəti dəyişdirmək istəyən hər kəs özünü dəyişmək istəmir. Hər kəs. Kim? İsmi əvəz eləyib. Özünü, kimi? Yenə ismi əvəz eləyib cümlədə tamamlıqdır. Zərf deyib. Səni məndən soruşsalar nə deyim? Burada səni ismi əvəz edib cümlədə tamamlıqdır. Məndən ismi əvəz edib tamamlıqdır. Soruşsular nə deyim? Sual əvəzliyidir. Sifəti və zərfi əvəz etməlidir. Onlar bizimlə müqayisədə necə adamdırlar? Onlar ismi əvəz edib cümlədə mübtədadır. Bizlə, kimlə ismi əvəz edib cümlədə tamamlıqdır. Necə adamdırlar? Sifəti əvəz edib cümlədə təyindir. Zərf yoxdur. Mən bu tamaşadan necə əl çəkim? Mən bu tamaşadan necə əl çəkim? Mən ismi əvəz edib cümlədə mübtədadır. Bu tamaşadan, hansı tamaşadan cümlədə təyin olub, sifət əvəz edib. Tamaşadan necə əl çəkim? Əl çəkmə frazoloji birləşmədir. Necə, nə tərzdə zərfdir. Oldu D variantı. 30-da mənsubiyyət və hal şəkilçiliyi əvəzliyin işləndiyi nümunəni göstər. İndi tədbirə başqasını çağırdılar. Şəkilçisi qəbul etmiş. Burada heç əvəzlik yoxdur. Üçündən biri odunu yandırmalıdır. Bu rəqəmdir burada. 3-1. Hamıdan əvvəl Nazim müəllim dilləndi. Hamıdan. Çıxışılar şəkilçisi qəbul etmiş. Qeyri-müəyyən əvəzlik. Cəmşid kişi hər kəsin hörmət etdiyi ləyaqətli bir insandır. Cəmşid kişi hər kəsin hörmət etdiyi ləyaqətli bir insandır. Hər kəsin hörmət etdiyi yiyəlikdədir. Mənsubiyyəti yoxdur. Məsələnin hamımıza aidiyyəti var. Məsələn, bizim hamımıza yönlük hal şəkilçiliyi variantı. Mənsubiyyət və hal şəkilçiliyi əvəzliyin işləndiyi nümunəni müəyyənləşdirin. Nümunəni müəyyənləşdirək. Baxaq. Deyir ki, başqasının işinə qarışmaq olmaz. Burada əvəzlik yoxdur. Heç kəsin yiyəlikdədir. Hərəmizə müxtəlif tapşırıqlar verilir. Bizim hərəmiz mənsubiyyət, bu isə yönlük hal şəkilçisi C variantı. Nümunələrdən birində mənsubiyyət və hal şəkilçiliyi qeyri-müəyyən əvəzlik işlənmişdir. Nümunələrin birində mənsubiyyət və hal şəkilçiliyi qəbul etmiş qeyri-müəyyən əvəzlik var. Deməli, birisini qapını
birisi qapını bərk-bərk döydü. Onun birisi mənsubiyyət. Özünüzü ələ alın. Xanım, hər şey yaxşı olacaq. Hər şey var, adlı xaldadır. Özünüzdə təyin əvəzlikdir. Var üstündə mənsubiyyət və hal. Sizin özünüzü var. Hal və mənsubiyyət var, ancaq qeyri-müəyyən deyil. Eləsini təyin edin ki, işçilərlə yola getsin. Eləsini təyin edin ki, onun eləsini var burada mənsubiyyət və hal. Ancaq ki, işarə vəzliyindədir. Məsələ ilə bağlı hamımızdan cavab tələb olundu. Hamınızdan. Sizin hamınız mənsubiyyətdən çıxış hal şəkilçisi D variantı. Nümunələrin birində mənsubiyyət və hal şəkilçiliyi qeyri-müəyyən əvəzlik işlənmişdir. Yenə, dərsi yaxşı öyrənməsəniz özünüzü günahkar bilin. Var burada, ancaq təsiri haldır. Təsiri hal nə idi? Təyin əvəzlikdir. Kimsənin qanunu pozmağa haqqı yoxdur. Kimsənin var. Yərik halda mənsubiyyəti yoxdur. Çünki üçüncü nöqtənin kimsənin qanunu pozmağa haqqı yoxdur. Kimsənin. Sonra gəldik. Hərənizdən bir söz eşidir, birinizdən dəqiq bir fikir öyrənə bilmirik. Sizin hərəniz mənsubiyyət, hərənizdən çıxış şəkilçisi. Heç kimsə gəlib soruşdumu ki, necə yaşayırsan? Nümunədə əvəzi ilə bağlı yanlış fikri. Əvəzlik budur. Getdik buradan. Heç kəsə. Görək, heç kəsə. Kimsə gəlib soruşdumu, necə yaşayırsan? 34-də yanlış olanı. Qeyri-müəyyən və sual əvəzi işlənmişdir. Bəli. Sual əvəzliyi budur, bu da qeyri-müəyyən əvəzlikdir. Heç və kimsə sözləri mürəkkəb əvəzlikdir. Daha doğrusu heç kimsə bütövlükdə mürəkkəb əvəzlikdir. Mürəkkəb sözü parçalamaq olmaz. Təkcə kimsə sözün versə, onda onları da düzəltmək. Sonra gəldik. 35-ə baxırıq. 35-də deyir ki, olsan öz haqqının köləsi belə. Əri öz içindən öləzi belə. Ondan inciyənin beləsi belə, mən belə dünyanın nəyindən küsüm. Məmməd Araz. Deməli, nümunədə əvəzli haqqında hansı fikir səhvdir? Hansı fikir səhvdir? Baxın, nümunədə sifəti əvəz edən işarə əvəzliyi işlənmişdir. İşarə olsan bu öz haqqının köləsi belə. Necə köləsi belə? Nümunədə sifəti əvəz edən işarə əvəzi. Necə belə? Var. Sonra öləzi belə. Sonra ondan beləsi belə. Necə? Sifət əvəz edən əvəzliklə işarə əvəzliyi var. Üçüncü misrada ismi əvəz edən iki əvəzi işləmişdir. Üçüncü misra. Ondan inciyənin beləsi belə. Bu ismi əvəz edib beləsi belə. Ancaq inciyənin beləsi var. O da ismi birləşmənin tərkibindədir. Birinci ismin birləşməni parçalamaq olmaz. Bu bir. İkinci də bu sifət əvəz edib cümlədə təyindir. B variantı səhvdir. 36-da nə deyir 36-da? Deyir, hansı nümunələrdə elə əvəzliyi zərfi əvəz etmişdir? Elə həm də amonim xüsusiyyəti daşıyır. Olur ədat, qüvvətlendirici ədat. Qüvvətlendirici yox, daha doğrusu dəqiqləşdirici. Getdik 36-da. Deyir ki, qüdrət elə əvəzi, zərf əvəzi, feilin yanında gəlməlidir. Qüdrət elə bilirdi ki, bu yüksək təpələri onun ordusu ala bilər. Nə tərzdə bilirdi? Elə zərfdir. Bir. Sonra baxın, elə bu vaxt səngərə bir yaralı gətirdilər. Elə bu vaxt. Buradakı bu nə zaman? Bu ədatdır. Cəbhə həyatında elə sükutla qarşılanacağını gözləmirdi. Necə sükutla? Sifətin əvəz edib təyindir. Sonra elə yazır ki, oxumaq olmur. Nə tərzdə yazır? Oldu nə? 1 və 4.
37-yə baxaq. Deyir, klasteri tamamlaya bilməyən fikri göstər. Şəxs əvəzliklərlə bağlı. İsm əvəzidir, bəli. Hər üç şəxsin təkində və cəmində işlənə bilir, bəli. Hallana bilir, bəli. Mənsubiyyətə görə dəyişir, xeyr. Şəxs əvəzləri mənsubiyyətə görə dəyişmir. Üçüncü şəxs əvəzlikləri yalnız insana aiddir, xeyr. Həm insana, həm də cansıza aid. Oldu nə? 1 nə? 3 nə? 4. Fərqləndirilmiş sözlərdən əvəzlik olanı müəyyən edin. Nə? Nə? 3 nitq hissəsində amonim xüsusiyyəti daşıyır. Həm bağlayıcı olur, inkarlıq bildirən bağlayıcı, həm ədat olur, həm də sual əvəzliyi olur. Elə nə düşünürsən, bu elə sual əvəzliyidir. Nə ətdir, nə də balıqdır. Deməli, nə oldu burada? Bu bağlayıcı oldu. Nə yaxşı gəldin, məni intizarda qoymadın. Bu da ədatdır. Necə baxım, ev eşiyə, yaralı könlüm üşüyə. Bu da əvəzlikdir. Sual əvəzliyi, cümlənin sonunda sual işarəsi var. Necə gözəl günlərimiz var. Necə də burada qüvvətlendirici ədatdır. Çünki həm də amonimliyi var sual əvəzliyi ilə. Gəldi, fərqləndirilmiş sözlərdən əvəzli olanı müəyyənləşdir. Əvəzli olanı müəyyənləşdirək. Deyir, elə sən də onun kimi danışırsan. Burada elə sən də, burada ədatdır. Nə eləyim, sən elə, mən də beləyəm. Sən eləsən, mən də beləyəm. Eləsən, necəsən, burada nədir? Sifəti əvəzli olub ismi xəbər. Divanın üzlüyünü yamamaq üçün biz almışıq. Bizim də amonimliyi var, həm iynə mənasında, həm də şəxs əvəzliyi. Burada iynə mənasındadır. Paraya dəymə, bütövü kəsmə, doğra, doyunca ye. Deməli, paraya dəymə, bütövü kəsmə, doğra, doyunca ye. Bütövü nəyi? Burada baxın, görün. Bütövü nəyi? Bütöv. Burada əvəzlik deyil, axı bu. Sonra 5-ə baxırıq. 5-də deyir ki, onda mən balaca uşaq idim. Nə zaman? Burada zaman məzmunu bildirir. Zaman zərfi var. Mənim bir neçə kitabım onda qalıb, kimdə qalıb? Burada oldu. 2 və 6 əvəzlik. Sonra baxaq görək 40-da nə deyir? 40-da deyir ki, niyə yaşayıram mən? Niyə yaşayıram mən? Niyə sənsiz? Nə yerə baxıram, nə göyə sənsiz. Mən ki, kör olmuşam, hər şeyə sənsiz. Kör gözün üstündə qaşı neylərəm, Bəxtiyar Vahabzadə. Əvəzlər haqqında səhv fikri göstər. Səhv fikri baxaq görək nədir orada? Deyir ki, mən şəxs əvəzidir, bəli. Mən, niyə sənsiz? Kim? Mən. Bu doğrudur. Nə sual əvəzliyidir, bir baxam görüm. Nə yerə baxıram, nə göyə sənsiz. Burada bu bağlayıcıdır. Bayağı izahını verdiyim kimi sual əvəzli olmaq üçün cümlənin sonunda sual işarəsi, durğu işarəsi olmalıdır. Neylərəm? Sual əvəzliyidir. Baxam görüm. Neylərəm? Kör gözün üstündə qaşı neylərəm? Bəli, sual əvəzliyidir. Baxaq, sənsiz şəkilçi qəbul etmiş şəxs əvəzliyidir. Sənsiz, sənsiz necə? Sifətdir bu. Bu da səhvdir. Sonra hər təyin əvəzlikdir. Baxım görüm. Hər şeyə sənsiz. Bu, hər şey bütövlükdə qeyri-müəyyən əvəzlikdir. Bunu parçalamaq olmaz. Özlüyündə bir mürəkkəb sözdür. Mürəkkəb sözü parçalamaq olmaz. Bir leksik təhlil altında götürülür. Sadəcə yönlük hal şəkilçisi qəbul edin. 5-i də götürür. Hər şey qeyri-müəyyən əvəzidir. Bu doğrudur. Oldu 2, 4, 5. Eylər Venn diaqramından istifadə edərək doğru fikri müəyyənləşdir. Doğru fikri müəyyənləşdir. O, bu və elə belə. Deyir ki, feili əvəz edə bilirsə, uzaqbaşı o, bu sifəti əvəzi cümlədə təyin olur. Adətən yer gələndə mübtəda da olur, yer gələndə xəbər də olur. Amma feil ola bilmir. Sonra gəldik, mənsubiyə şəkilçisi qəbul edə bilmir. Bəli, məsələn, mənim onun və ya mənim buyum demək olur. Qəbul edə bilmir. Sonra sifəti əvəz edə bilir, bəli. O, bu, elə, belə işarə əvəzliyi olaraq sifəti əvəz edib cümlədə təyin olur. Sonra cümlədə zərflik ola bilirlər, cümlədə zərflik ola bilirlər.
Bəli, elə ilə belə ola bilir zərflik cümlədə. Amma o, bu ola bilmir. Bu bircə dənə elə-beləyə aiddir. Sonra gəldik digər tərəfdən ədatı əvəz edə bilir. Ədatı əvəz edə bilir. Elə bir qayda yoxdur. Ədat ola bilirlər. Elə də, belə də. Amma ədatı necə əvəz etsin ki? Sonra zərfi əvəz edə bilir. Bayaqlarım qeyd etdiyim kimi 2, 3 və 6. Sonra sən mənim gəldiyimdən necə xəbər tutdun cümləsində işlənən əvəzliklərlə bağlı yanlış fikri müəyyənləşdir. Yanlış fikri müəyyənləşdirək də. Deyir ki, əvəzliklərdən biri mənsubiyyətə görə dəyişib. Əvəzliklərdən biri mənsubiyyətə görə dəyişib. Baxın, sən var burada, mən var burada, bir də var necə. Yox, necə burada artıq zərflikdir. Var ya, sual əvəzlikdir, o öz yerində. Amma əvəzliklərdən biri mənsubiyyətə görə dəyişib. Bunu elə bilərsiniz mənsubiyyə şəkilçisidir. Ümumiyyətlə, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Bunun burasındakı im, bir də birinci şəxsin cəmindəki bizim. İm mənsubiyyət deyil, yelik halı şəkilçisidir. Niyə o im olur? Tələffüzü düzgün tələffüz olunması üçün. Oldu, bir. Sonra, gəldik baxaq, sonra həm ism, həm də zərfi əvəz edən əvəzlik var. Bəli, həm bax sən kim, həm də zərfi əvəz edib cümlədə olub zərflik, bayaq qeyd etdim. Hamısı quruluşca sadədir. Bəli, sən də, mən də, necə də. Sonra əvəzliklərdən biri zərflik vəzifəsində də bayaq qeyd etdim. Bütün əvəzlər adlı haldadır, xeyr, bu yelik haldadır. Oldu nə? 1 və 5. Sonra, bayatıda işlənən əvəzliklərlə bağlı yanlış fikri müəyyənləşdir. Əvəzliklərlə bağlı yanlış fikri. İlk öncə bayatımızı oxuyaq. Deyir ki, araqçının məndədir, sərmişəm çəməndədir. Dünya gözələ dönsə, mənim gözüm səndədir. Yanlış fikri deyirsə bizə, deyir ki, bütün əvəzliklər şəxs əvəzliklərdir. Mən, sən. Bu doğrudur. Hamısı hal şəkilçisi ilə işlənib. Məndə, mənim hal, bu yerlik hal şəkilçisi, bu da yenə yerlik hal şəkilçisi. Bu da doğrudur. Mənsubiyyət şəkilçiliyi əvəzlik var. Bu mənsubiyyət deyil, bayaq qeyd etdim, vaxt etkisi olmasın. 3 ona görə səhvdir. Xəbər vəzifəsində olanları var. Xəbər vəzifəsində olanları, bəli, məndədir. Bir də səndədir, doğrudur. Birinci şəxsin təkində olan əvəzlik tamamlıq vəzifəsindədir. Birinci şəxsin təkində olan, yəni mən burada xəbər vəzifəsindədir. Mənim gözüm artıq burada ismi birləşmədir. Nə səndədir, mənim gözüm. İsmi birləşməyində biz parçalaya bilmərik. Yəni, bir leksik vahid altında götürülür. Birinci növ təyini söz birləşməsi adətən parçalanır. Amma ikinci və üçüncü növ təyini söz birləşməsi parçalana bilmir. Oldu nə? Yəni, ayrı-ayrıqda cümlə üzvü ola bilmir. 3-lə 5. Həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmiş əvəzlik hansı cümlədə işlənmişdir? Hansı cümlədə işlənmişdir? Baxın. Özünüzdən nümunələr söyləyin, uşaqlar. Siz özünüzdən, sıçlıq hal şəkilçisi, bir bu. Sonra, kimsədən bunları soruşmazdım. Kimdən, kimsədən. Yerlik çıxışlıq hal şəkilçisidir. Bunları soruşmazdım. Hal şəkilçisi qəbul etmiş əvəzlik. Burada yoxdur. Baxın, eləsinə fikir vermə, bala. Elədən, onların eləsinə yönlük hal. Bu mənsubiyyətdir, bu isə yönlük hal şəkilçisi. Sonra, özünlə aparsan, yaxşı olar. Sənin özün. Mənsubiyyətdir, ancaq ki, halı yoxdur. Özünlə kimdir? Burada qoşmadır. Hərəsi bir söz deyir. Onların hərəsi. Bu burada bircə dənə mənsubiyyətdir. Belələrindən yaxşılıq gözləmə. Onların belələri mənsubiyyətdir. Belələrindən çıxışlıq hal şəkilçisidir. Oldu nə? 1, 3, 6. Həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmiş əvəzliklər hansı cümlədə işlənmişdir? Eyni. Sən özünə əmin deyilsən. Sənin özünə mənsubiyyət və hal. Yönlük hal şəkilçisi. Bunları hamıya deyə bilərəm. Bunları hamıya, bu burada bir dənə yönlük hal şəkilçisidir. Sonra gəldik. Beləsini vaxtında qiymətləndirmək lazımdır.
onların beləsi, mənsubiyyət beləsini təsir real şəkilçisi. Sonra baxdıq 4. Elələrinə ehtiramla yanaşırlar. Onların elələri ilə mənsubiyyət və hal şəkilçisi oldu. Nə? 1, 3 və 4. Mənsubiyyət və hal şəkilçisinin hal şəkilçili işarə əvəzliyinin işləndiyi nümunələri müəyyənləşdir. İşarə, burada artıq işarə əvəzliyindən söhbət gedir. İşarə əvəzliyindən söhbət gedirsə, sənsizlik, sizinkilər hələ gəlib çıxmayıb. Deməli, işarə əvəzi var burada. Nədir? Sizin yelik hal şəkilçisi var. Bu isim düzəldən şəkilçidir. Bu da cəm şəkilçisidir. Baxın, elə bax, yer gəlmişkən qomunda qeyd edin, biləsiniz. Ümumiyyətlə, kökü şəkilçisi adətən sifət düzəldir. Nə zaman isim düzəldəcək? Nə zaman isim düzəldəcək? İsmi yerik halından sonra qoşulmuş kökü şəkilçisi 4 variantlı şəkilçisi. İsim yaradır. Yəni, sizinkilər kim? İsim yaratdı. Qeyri hallarda, məsələn, dünənki, bugünkü, bunlarda sifət olur. Şəhərki, səhərki daha doğrusu. Bunlarda sifət yaradır. İndi yadıma yer gəlmişkən qeyd edeyim, bu da bir qaydadır da. Sapı özümüzdən olan baltaları ifşa etsək, ellərinə dərs olar. İndi burada həm təyin əvəzlik də var, həm mənsubiyyət, həm hal, həm də işarə əvəzliyində. Onların elələri, mənsubiyyət, elələri nə isə oldu nə? Yönlü hal şəkilçisi 2. Sonra belələrinə şərait yaratmaq lazımdır ki, istedadını nümayiş etdirə bilsin. Onların belələri nə yönlü hal şəkilçisidir, oldu nə? 2 və 3. Mənsubiyyət və hal şəkilçisi qeyri-müəyyən əvəzin işləndiyi. Burada isə qeyri-müəyyəndən söhbət gedir. Baxın, dedilər ki, heç nəyə toxunmaq olmaz. Dedilər ki, heç nəyə. Burada qeyri-müəyyən əvəzlik var, bir dənə yönlü hal şəkilçisi qəbul edin. Bu sual uşaqların hamısına verilə bilər. Uşaqların hamısı 3-cü nöqtəyin söz birləşməsi olduğuna görə, əsas tərəf mənsubiyyətdə olduğuna görə bu mənsubiyyətdir. Bu isə yönlü hal şəkilçisidir. Özü də hamıda qeyri-müəyyən əvəzlikdir. Dövlətimiz daha da güclənməsi üçün hər birimiz çalışmalıyıq. Hər birimiz mənsubiyyətin şəkilçisi var, hal yoxdur. Mən sizin hərənizə bir tapşırıq verəcəyim. Sizin hərəniz, mənsubiyyət hərənizə yönlü hal şəkilçisidir. Oldu nə? 2, 3. Eləsinin cavabını vaxtında verərlər. Var, onların eləsini. Var, burada hal və mənsubiyyət. Ancaq ki, işarə əvəzliyindədir. Oldu nə? 2 və 4. Sonra işarə əvəzliklərə bağlı yanlış fikri göstər. Yanlış fikri deyirsə, baxaq, deyir ki, həmin əvəzliyi sifəti əvəz edə bilir. Bu doğrudur. Ümumiyyətlə, işarə əvəzlikləri adətən cümlədə sifəti əvəz edir, cümlədə təyin olur. Bu mənə tanış gəlir cümləsində işarə əvəzliyi sifəti əvəz edib. Nə edir? Tanış gəlir. Nə? Bu. İşarə əvəzi sifəti yox, isim əvəzi eləyib. Yeri gəlmişkən onu da qeyd edim ki, niyə mübtəda isim əvəzi eləyib, mübtəda vəzifəsində də vergül qoyulmayıb özündən sonra. Ona görə ki, özündən sonra əvəzlik gəlir. Bu səhvdir, onu götürürük. Sonra bu əvəzliyi hansı sualına cavab verəndə ondan sonra vergül qoyulmur. Bəli, sifət əvəz eləyəndə vergül qoyulmaz. Həmçinin ona da, o da, o və buya. Elə mən də sən deyəni deyirəm cümləsində işarə əvəzliyi yoxdur. Elə mən də, elə bu ədatdır. Mən də sən deyəni deyirəm. Bu da mən də şəxs əvəzliyidir, sən də şəxs əvəzliyidir. Sonra Kərimzadə sabah ora gedəcək cümləsində altından xətt çəkilmiş söz işarə əvəzliyidir. Xeyr, bu işarə əvəzliyi deyil, bu yer zərfidir. Oldu nə? Səhv. 2 və 5. 49-da işarə əvəzlikləri ilə bağlı doğru fikri müəyyənləşdir. Bura vətəndir, gülü bitəndir. Nümunəsində altından xətt çəkilmiş söz işarə əvəzliyidir. Baxın görüm. Bura vətəndir, bura yer zərfidir. Səhvdir ona görə. Həmin əvəzliyi əsasən sifəti əvəz edir və cümlədə təyin olur, doğrudur. Həmin qız dünən gəlməmişdi. Hansı qız? Sifəti əvəz edir, cümlədə təyin oldu.
Sonra o əvəzliyi hansı suala cavab verəndə ondan sonra vergül qoyulmaz. Bayaq qeyd etdim qayda təkrarlandı. 2-3. Elə biz də sizinlə həmfikirik cümləsində işarə əvəzliyi işlənmişdir. Xeyr, burada elə ədatdır. Dəqiqləşdiricidir. Məhz biz də sizinlə həmfikirik. Bu mənə tanış gəlir cümləsində işarə əvəzliyi, sifət əvəzi, bu mübtədadır, ism əvəzi eləyib. 2-3. Eylər Venn diaqramına əsasən düzgün fikri göstərin. Düzgün fikrə baxaq görək. Deyir ki, mən və o. Birinci şəxs bildirən əvəzlikdir. Bu doğrudur. Sonra yerik halda in şəkilçisi qəbul edir. Xeyr, im şəkilçisi qəbul edir. Bayaq qeyd etdim. Sonra amonimliyi var. Mənim yox, onun amonimliyi var. Yerinə görə şəxs əvəzliyi olur, yerinə görə işarə əvəzliyi. Həm kim, həm də nə sualına cavab verir. Bu səhv fikirdir. Sonra nə sualına yox, kim sualına cavab verə bilərlər. Sonra həm insan, həm də digər canlı və cansız varlıqlara aid nümunədir. Bu da doğrudur. Sonra əvəzliyin iki növünə aid. Əvəzliyin iki növünə aiddir. Əvəzliyin iki növünə, bəli, həm şəxs əvəzliyi ola bilər, həm də işarə əvəzliyi ola bilər. Bu da doğrudur. 1, 5, 6. Klasteri tamamlaya bilən fikirləri müəyyən edir. Əvəzliklər. Əvəzliklər. Əsas nitq hissələrini əvəz edir. Əvəzliklər tamamlayan 51-də. Əsas nitq hissələri əvəz etdiyi əsas nitq hissəsinin bir çox xüsusiyyətini daşıyır. Bəli, doğrudur. Bu isim olsun, bu sifət olsun, bu sayı olsun, nə bilim. Sonra gəldik. Əvəzliyi əvəz edə bilmir, səhvdir. Hətta özünü də əvəz eləyə bilir əvəzliklər. Sonra gəldik. Bitişik defisdə və ya ayrı yazıla bilir, səhv fikirdir. Sonra ayrı yazıla bilər. Amma ki, bitişik və defisdə yazıla bilməz. Bitişik yazıla bilər, məsələn, kimsə, neysə. Ayrı da yazıla bilər. Məsələn, nə etdi, nə edəcək. Defisdə yazılması yoxdur. Bütün nitq hissələrini əvəz edir. Bütün nitq hissələrini yox, bütün əsas nitq hissələrini əvəz eləyir. Özünə məxsus sualı yoxdur. Bəli, 1 və 1. 52-yə baxaq, deyir ki, mən səni görəndən bəri sinəm olub qəm dəftəri. Öldür aşıq eləskəri, özün günahkar ol, yaylaq. Nümunədə əvəzliklər haqqında hansı fikir yanlışdır fikirlər. 3 əvəzlik işlənir. Bir baxaq görək, mən, sən, bir də özün. Bunlar şəxs əvəzlikləri, bu isə təyin əvəzlik. Bu doğrudur. Əvəzliklərin 2 məna növü işlənmişdir. Bəli, bu şəxs əvəzlikdir bunlar. Bu isə təyin əvəzlik, bu da doğrudur. Əvəzliklərdən ikisi ismi, biri isə sifəti əvəz edir. Özün günahkar ol, yaylaq. Nə et? Günahkar ol, kim? Özün. Nə? Kim özün? Bu oldu mübtəda. Sonra nə deyir? Əvəzliklərdən ikisi ismi, biri isə sifəti əvəz edib. İsmi əvəz edib, baxaq görək, biri, bu da ismi əvəz elədi, mən də, sən də ismi əvəz elədi, nə, kim, mən, səni, kimi. İkisi də, ümumiyyətlə, üçü də ismi əvəz eləyib, səhv olan budur. Əvəzliklərdən ikisi mübtəda, biri tamamlıqdır. Biri mübtədadır, kim, günahkar ol, kim, özün. Bu mübtədadır, bunlar isə nədir, nə tamamlıqdır, nə də mübtəda. Niyə? Çünki bu nə zaman? Mən səni görəndən bəri. Bu feili sifətin tərkibindədir. Feili sifət tərkibindədir. Ona görə an-ən. Feili sifət tərkibindən tərkibdə parçalamaq olmaz, səhvdir. Əvəzliklərdən yalnız biri müstəqil cümlə üzvüdür. Bəli, elə deyib, bax bu. Digəri isə tərkibdədir. Feili sifət tərkibində. Sonra eylər Venn diaqramda əsasən yol verilmiş səhvi müəyyənləşdir. Şəxs əvəzləri və qeyri-müəyyən əvəzliklərlə bağlı. Bütün nitq hissələrini əvəz edə bilir. Bütün nitq hissələrini əvəz edir. Səhv. Feili əvəz edir. Feili necə əvəz edilsin ki? Bütün nitq hissələrini əvəz edir. Bütün nitq hissələri deyəndə, məsələn, köməkçi nitq hissələri də var da burada. Köməkçi nitq hissələri necə əvəz eləsin ki? 1. Sonra baxaq görək. Mənsubiyyətə görə dəyişmir, düzdür. Qeyd etmişəm. İsmi əvəz edir. Hər ikisi doğrudur. Heç biri hallanmır. Heç bir hallanmır, səhv olan budur. Məsələn, hamının, hamıya, hərənin, hərəyə.
Quruluşca mürəkkəb olanı var, bəli, hər şey, kim isə, nə isə. Sonra eylər Venn diaqramına əsasən şəxs əvəzləri və qeyri-müəyyən əvəzlərlə bağlı getdik 54-də. Deyir ki, ismi əvəz edir. İsmi əvəz edir hər ikisi. Sonra mənsubiyyətə görə dəyişə bilənləri də var. Bu buradır. Hamı, hərə, bunlar dəyişə bilir. Sonra cümlədə mübtəda və feili xəbər ola bilir. Bu heç birinə uyğun deyil. Qoşmalarla işlənə bilir. Qoşmalarla işlənə bilir. Nədir? Hər ikisi. Şəxs əvəzi mənim üçün qoşmalarla işlənə bilir. Həmçinin qeyri-müəyyən əvəzlərdir. Hamı üçün. Sonra quruluşca yalnız sadə olur, o da bura aiddir. Çünki qeyri-müəyyən həm sadəsi var, düzəltməsi var, mürəkkəbi var. 1-ə E, 2-ə A, D, 3-ə B. Daha doğrusu 1-ə E, 2-ə B, 3-ə A, D. Sonra eylər Venn diaqramına əsasən cümlələrdə işlənmiş əvəzləri müqayisə edin. Hər kəs gəlib buğanı məğlub etsə, demək ki, əsl qəhrəmandır. Hər bölgənin özünə məxsus adət-ənənələri var. 1 və 2, 55-dir. Getdik. Deyir ki, baxaq görək, A-da. Deyir ki, ismə aid birlə bağlı oxuyaq, bir tapaq, birlə bağlı. İsmə aid olub, onu ümumi şəkildə təyin edib, bu təyin əvəzlikdən söhbət gedir və bu bura aiddir. Hər bölgəni, hansı bölgəni? Deməli, bu 2-yə getdi A. Sonra qeyri-müəyyən şəxs bildirir. Hər kəs gəlib qeyri-müəyyən şəxs bildirirsə, bu da getdi bura qeyri-müəyyən əvəzlikdir. Quruluşca sadədir. Quruluşca sadədir. Hər. Öbürsü hər kəs mürəkkəb. Bu da getdi bura. Sonra tamamlıq vəzifəsindədir. Hər kəs gəlib buğanı məğlub etsə, kim hər kəs? Bu mübtəda vəzifəsindədir. Hər bölgənin özünə məxsus hansı bölgənin? Bu isə sifəti əvəz edib təyin vəzifəsindədir. Əvəz etdiyi nitq hissəsini, əvəz etdiyi nitq hissəsinin sualına cavab verir və onun funksiyalarını daşıyır. Bu əvəzliyə aiddir. Ümumiyyətlə əvəzlik nədir? Əvəz etdiyi əsas nitq hissələrinin suallarını qəbul edir və onları əvəz edir. Bu da getdi hər birinə. Deməli, baxın görüm, yoxdur ki. Yoxdur, feil gəlir ardınca. Hamısının izahını vermişəm. Ola bilər, izah əsnasında nəsə unudaram, yadımdan çıxar, mexaniki səhv ola bilər, siz də rəy bölməsində yazarsınız, mən də düzəliş edə bilərəm. Belə, Allahın amanında olun, Allah sizi qorusun, sağ olun, salamat qalın.